Bəli, biz bugün İgidlər Oylağı, Qəhrəmanlar yurdu olan 6000'dən çox şəhid verən Qarabağın qeyrət, namus rəmzi olan doğma Ağdamdayıq. Və o Ağdamın igid qəhrəman oğullarının uyduğu Şəhidlər Xiyabanındayıq. Uşaqlıqdan biz həmişə igidlərimizlə, qəhrəmanlarımızla fəxr eləmişik. Bu günlərin biz bu qəhrəmanları görəndə həqiqətən bunlarla fəxr edirik. Bunlar Azərbaycan Milli Ordusunun yaranmasında sücayət göstərən və o tarixi öz canları, qanları bahasına yazan, hansı ki əlyalın, silahı olmadan, komandan olmadan bu torpaqlarımızı, nəinki bu Ağdamı, bütün cəbhə bölgəsində olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı bir getdi bizim Qazax, Toğuz tərəfə. Ağdam o Ağdam idi. Bütün rayonların hamısına öz köməkliyin göstərir. O Ağdamdır. İgidlər yurdu, qəhrəmanlar yurdu. Və bu günlərim biz burada olarkən bizim igid qəhrəmanımız Yaqub Rızayev oğlu şəhid olanda onun dəfnində iştirak eləmədi. Elə bir ata göstərin ki, oğlu ilə birlikdə döyüşə gedə, oğlunun nəşrinə və dəfninə gəlib çatmasın, gəlib iştirak eləməsin. Mən indi istəyirəm həmişə mənlə birlikdə Şəhidlər Xiyabanında, şəhid ailələrinin yanında olan Rahat Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllimə söz verim ki, o da bəzi tarixlər var ki, onları dəqiqliyinə qədər sizin diqqətinizə salın. Bu günlərin biz Ağdam şəhərində, demək olar ki, Sarhazılıda Şəhidlər Xiyabanındayıq. Və o Şəhidlər Xiyabanındayıq ki, gördüyünüz kimi qarşı tərəfdə vətən qəhrəmanlarının, şəhidlərimizin adlı siyahısı yerləşdirilib. Və nəzərinizə çatdırım ki, bu Şəhidlər Xiyabanı 1992-ci ildə Xocalı soyqırımına məruz qalan Xocalılarımızın, şəhidlərimizin burada dəfn mərasimi burada keçirilib. Burada Sarhazılı kəndində abidə deyilən yer idi, bu qarşı tərəfdə abidə vardı. Mənfur düşmən tərəfindən dağıdılıb, artıq orada yeri qalıb onun. Və onun arxa tərəfində, həyətində bizim faciə uğramış Xocalılarımız burada dəfn olundu. Burada baxanda buranı ziyarət edində görəcək körpü uşaqlar, bir ailə, yer üzündən silinmiş, tamamilə adı, tamamilə bir ailənin bütün üzvləri burada var. Burada döyüşçü qadınlarımız var, uşaqlarımız var. Və o dövrdən sonraki hadisələr bilirsən ki, Ağdam ətrafında düşmənə qarşı bizim Ağdamlılarımız, igidlərimiz döyüşdülər, 6000'dən çox Ağdam şəhid verdi və bunların arasında milli qəhrəmanlarımız da var ki, burada dəfn olunublar. Və bildiyimiz kimi bizim Ağdam rayonunda 92-ci il Xocalı soyqırımından sonra burada Şəhidlər Xiyabanı salındı. Bundan sonra düşmənin daha çox bizim ətrafa yaxınlaşanda dəfn elə bilmədiyimiz qəhrəmanlarımızı, mülki şəhidlərimizi uzun dərədə dəfn elədik. Və ondan sonra Quzanlıda bir Şəhidlər Xiyabanımız var, Əyəq-Qərvətdə bir Şəhidlər Xiyabanımız var və Vətən müharibəsi 44 il Vətən müharibədən sonra bir dənə də Şəhidlər Xiyabanı orada salınıb. Demək olar ki, Ağdam rayonunda 5 Şəhidlər Xiyabanı var ki, onlardan da birincisi buradır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, gedək qəhrəmanlarımızı ziyarət edək. Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yəlid. Cəm şəhidlərimizin məqamını söyləsin. Allah'ın səfər olunuz.
Bəli, bizim milli qəhrəmanlarımız var. Mənə elə gəlir ki, burada uyuyanların hamısı elə milli qəhrəmandır. Çünki o vaxtı nə Ali Baş Komandan var idi, nə komandanlıq var idi, silah yox, sursat yox. Əza vəziyyətlə, hansı ki tankın qabağına o tüfəngi ilə, tir tüfəngi ilə, avtomatla gedən oğullar idi. Bunların başında bizim igid qəhrəmanımız Allahverdi Bağırov durur. Bizim qəhrəmanlarımızdan biri idi. Və həmişə də qürurla anırıq. Və bizim Əl Abbas qardaşımız, milli qəhrəmanımız. Və bu günlərim Muxtar Qasımovun bu günlərim timsalında bütün şəhidlərimizi andıq. Bizim həkimimizin və Şirin Mirzəyevin biz adını andıq. Allah hamısının ruhunu şad eləsin. Bu günlərim bunların hər birinin ruhu şaddır. Çünki bizim 5 milli qəhrəmanlarımızdan burada dəfn olunublar. Onların misilsiz qəhrəmanlarımızdır. Hər kəs tanıyır. Bütün Azərbaycan xalqı tanıyır. Milli qəhrəmanımız Allahverdi Bağırov, onun əvvəlki fəaliyyəti, bütün döyüş bölgələrində etdiyi qəhrəmanlıqlardan ən üstünü, ən çoxu da o oldu ki, Xocalı soyqırımında 1003 nəfər Xocalını erməni əsiri ilə qurtardı. Və nə qədər bizim şəhidlərimizin nəşin ermənilər tərəfindən qaytardı, geri aldı. Məkanı cənnət olsun. Yaxınlarda da, ayın 22-sində də doğum günü qeyd olundu. Allah qəhrəmanımıza rəhmət eləsin. Və milli qəhrəmanımız İskəndər bizim milli qəhrəmanımızdır. Bir milli qəhrəmanımız. Bunların fəaliyyəti, şücaəti, qəhrəmanlığı saatlərlə, illərlə danışmaq olar. Və növbəti qəhrəmanlarımız. Mənim iki qardaşım Yaqubun dəstəsində, Qarabağ Şahinləri dəstəsində döyüşürdü. Bir qardaşım Can Poladla bir yerdə, hansı ki onun tankında bir yerdəymişlər. Orada qardaşım kontuziyalı, Can Polad şəhid oldu. Bax, mən yenə qeyd edirəm, elə bir ata göstərin ki, oğlu ilə birlikdə geçsin döyüşə və o döyüşdə oğlu şəhid olsun, onun dəfninə gəlməsin. İgid qəhrəmanımızdır. Mən deyərdim ki, Yaqub Rzayev xalqın qəhrəmanıdır. Xalqın qəhrəmanıdır. Elə bir ata mən görməmişəm ki, iki oğlu ilə birlikdə döyüşə atılmışdır. Və bizim Baxşeyiş əmi deyirdilər ona, Baxşeyiş əmi. Baxşeyiş. Bəli. Milli qəhrəmanımızdır. Allah hamısının məqamını uca eləsin. Bu gün ruhları şaddır ki, artıq torpaqlarımız azaddır. Dövlətimiz var olsun. Buyur Sarp müəllim. Nəsə əlavəniz varsa buyurun. Bizim qəhrəmanımız Yaqub haqqında geniş danışmaq olar. O ilk özünü müdafiə Ağdam Müdafiə Dəstək komandası yaradan şəxslərdən biri idi. Bəli, oğlu Can Polad Rzayev, o da Xocalı soyqırımı zamanı misilsiz qəhrəmanlıqlar göstərdi. Xocalıların erməni cəllatların əlindən alınmasında da qəhrəmanlıqlar göstərib və həmin hadisədən az sonra özü Əsgəran uğrunda qəhrəmanlıqlar şəhid oldu. Allah bütün qəhrəmanlarımıza rəhmət eləsin. Burada uyuyan hər bir kəs qəhrəmandır. Onların hər biri istər uşaq olsun, istər polkovnik, mayor olsun. Onların hər biri vətən uğrunda öz şirin canından keçib. Torpaqların azadlığı uğrunda canlarından keçiblər. Allah hər birinə rəhmət. Dünyanı heyrete salan oldunuz, azadlık odunda
yanar oldunuz. Köçüb ürəklerde qalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz. Azadlık odunda yanar oldunuz. Köçüb ürəklerde qalan oldunuz. Unutmak olar mı sizi şehitler? Ey, unutmak olar mı sizi şehitler? Bunları unutmak olmaz. Unutmak olmaz. Ne kadar ki Azərbaycan var, şəhidlərimiz var. Ne kadar ki bayraqlarımız yükseklərdə dalgalanır, demək şəhidlərimiz orada. Gökyüzünde dalgalanan hilalınla, bayrağınla ne güzelsen Azerbaycan. Övladına hoş gün veren her anınla, növrağınla ne güzelsen Azerbaycan. Neçə qəhrəmanı, xanı olan, səhərində al şəfəqin danı olan, hər daşında şəhidimin qanı olan, torpağınla ne güzelsen Azerbaycan. Ay el oğlu, diş dayanan qəddin ilə, vətən adlı, torpaq adlı bir səs dinlə, sinəsini sipər edən igidinlə, yarağınla ne güzelsen Azerbaycan. Her daşında şəhidimin qanı olan, torpağınla ne güzelsen Azerbaycan.